Azərbaycanda ildə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq. Bölgə TV-nin xəbərinə görə, bu Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin bugün keçirilən iclasında müzakirəyə çıxarılan əmək məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən minimum əmək haqqının məbləğinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq. Qeyd edilib ki, işçilərin minimum yaşayış səviyyəsini təmin edən və bugün bütün dünyada sosial siyasət alətlərindən biri olan minimum əmək haqqının tənzimlənməsi bir çox beynəlxalq qurumların, xüsusən də Beynəlxalq Əmək Təşkilatının həll etdiyi və diqqətdə saxladığı məsələlərdəndir. Bu xüsusda Dünya Bankı qrupunun Business Ready hesabatında qanunvericiliyin minimum əmək haqqının dövrü yenilənməsinin məcburiyyətinin təsbit edilməməsi bal itiran suallar kateqoriyasına şamil edilib. Qeyd olunanlar nəzərə alınaraq Azərbaycan Respublikası Baş Nazirinin müavini, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının sədri tərəfindən 2025-ci il 19 fevral tarixində təsdiq edilmiş Dünya Bankı qrupunun Business Ready hesabatının işçi qüvvəsi indikatoru ilə bağlı əmək münasibətləri və məşğulluq sahəsində qanunvericilik islahatlarının aparılması tədbirinin icrasını təmin etmək məqsədilə əmək məcəlləsində dəyişiklik edilməsi səlahiyyətindən irəli gələn qanun layihəsi hazırlanıb. Layihənin qəbulu ölkəmizdə sosial müdafiənin effektiv aləti sayılan minimum əmək haqqının müəyyənləşməsinin dövrlüyü təmin edəcək və söz gedən hesabatda qeyd olunan sualla bağlı ölkənin bal itirməsi səbəbi aradan qalxacaq. Rəna Rövşənqızı, Bölgə TV.